Kimyəvi reaksiya sürəti və kimyəvi tarazlıq ətraflı yazılı cavab tələb olunan tapşırıqlar. Birinci suala baxırıq. Deməli, burada bizdən reaksiya sürətinin temperatur əmsalını, yəni qambanı və x istəyir. Deməli, burada temperatur və zaman arasında asılılıq var. Böyük temperatur bizdə, yəni bu ikisinin arasında baxsaq, temperatur əmsalını tapa bilərik. Böyük temperatur bizdə T2, digər isə T1 olur. Onda bu, deməli, böyük T2, yəni zaman, bu da T1 olur. Buradan düsturumuz belədir ki, T1 bölünsün T2, qamma üstü T2 minus T1 bölünsün 10. Burada taunla da, zamanı taunla da işarə eləmək olar. Burada yerinə qoysaq, deməli 8 bölünsün 2, qamma üstü 70 minus 50 bölünsün 10. 70-dən 50 çıxırıq 20, 20-ni 10'a bölürük 2. Yəni qamma üstü 2, 8-i də 2'ye böləndə 4. Nəyin kvadratı 4 edir? Təbii ki 2'nin. Ona görə temperatur əmsalımız burada bərabər olur 2'yə. Qamma bərabər 2'yə. Keçirik digər x-i hesablama qaydasına. Deməli, bizə temperatur verib 50 dərəcə və 20 dərəcə. Bu bizdə, deməli, T2, T1, böyük temperatur T2 olur, kiçik temperatur T1. Onda bu böyük T2, bu da böyük T1 olsa, burada deməli x bölünsün T2 bərabərdir. Qammanı tapmışıq 2 üstü 50'dən 20 çıxıb 10'a bölürük 30, 30 10'a böləndə 3 eləyir. Buradan da 2 üstü 3 8 eləyir. Bizdə T2 var idi. T2 də 8'e bərabərdir. 8 də 8'e vuranda 64. Yəni də x-i və qammanı hesablayıb tapmış olduq. Daha sonra ikinci sualda reaksiya baş verən sistemdə təzyiqi 2 dəfə artırdıqda düzünə, əksinə gedən reaksiyanın sürəti neçə dəfə artar? Düzünə gedən reaksiyanın sürəti deyəndə bura baxırıq və təzyiqi 2 dəfə artırdıqda deyəndə nə qədər qaz halında maddə varsa, yəni düzünə reaksiyada soldakıları götürürük. Buradan da V bərabərdir 2 dəfə dediyinə görə 2 üstü ancaq qazlar təzyiqdə ümumiyyətlə ancaq qazların mol sayına baxılır. Əgər bərk maddə olarsa onun əmsalı nəzərə alınmır. Burada da SO2-nin əmsalı 2, O2 də 1, yəni ümumilikdə 3 mol qaz var. Yəni 2 üstü 3, 8 dəfə artar düzünə gedən reaksiyanın sürəti. Əksinə gedən reaksiyanın sürətində isə SO3'ə baxırıq. V bərabərdir. Yenə təzyiqi 2 dəfə artırdıqda da 2 üstü. SO3'ün əmsalı 2'dir və əmsal qüvvət şəklində yazılır. 2 üstü 2. Bu da 4 dəfə artar. Daha sonra üçüncü sualda tau 1 anına kimi tarazlıqda olan deməli sistemə H2 əlavə edilmişdir. Növbəti tarazlıq yaranana qədər azot və amonyakın miqdarının dəyişməsi qrafikini cavab vərəqində qurun. Deməli, ilk öncə amonyaka baxaq. Deməli, bu molun, çünki bizdən mol miqdarının zamandan asılılığını deyir, tau'la işarə edirik. Əvvəlcə hamısı tarazlıqdadır, yəni bu şəkildə yazırıq. Deməli, H2 əlavə edilib. Bunu buradan belə yazsam bu şəkildə. Biz bilirik ki, soldakı maddənin miqdarını artıranda, qatılığını artıranda və yaxud da ki, sistemə əlavə edəndə soldakını, tarazlıq sağa yönəlir. Sağdakını artıranda isə sola yönəlir. İndi bizdə hidrogen sağdadır. Hidrogeni artıranda tarazlıq sola yönəlir. Sola yönəldiyinə görə soldakı maddələrin miqdarı artır. Ona görə də amonyakın miqdarı artır. Daha sonrası bu şəkildə qalır, dəyişməz olaraq qalır. İndi keçdik azotun qrafikini yazmağa. Yenə molun zamanla asılılıq qrafiki, yenə tarazlıqdadır ilk öncə və burada deməli hidrogenin qatılığını artırıb tarazlıq sol tərəfə yönəlib. Onda tarazlıq sola yönəlibsə soldakı maddələrin miqdarı artıb, sağdakı azalıb. Onda azotun miqdarı azalacaq və daha sonra yenə sabit bu şəkildə qalacaq. Amma indi bizdən burada hidrogeni soruşmur. Hidrogenin qrafikini qursaq bu şəkildə qurarıq ki, yenə deməli mol miqdarının zamanın asılığı. Deməli bu da əvvəlcə tarazlıqdadır.
Burada bizə deyir hidrogen əlavə edilmişdir. Hidrogen əlavə edildiyinə görə əvvəlcə qatılıq, yəni miqdarı artır. Daha sonra isə tarazlıq sol tərəfə yönəldiyinə görə burada azalır. Amma azalan zaman yenə də əvvəlkindən aşağı düşmür. Bu da olur hidrogenin qrafiki. Daha sonra gəldik 4-cü sual. Həcmi 0,5 litr olan qapalı qabda oksigenin kütləsinin oksigenin hidrogenə görə sürəti hesablayın. Deməli, sürət V bərabər delta S bölünsün delta tau ilə işarə olunur. S-ni də biz nü bölünsün V vurulsun delta tau kimi yaza bilərik. Burada nü yoxdur, amma oksigenin qramı var. Oksigen də burada görürük ki 11 qram götürülüb, 3 qramı artıq qalıb. Deməli 8 qram sərf olunub. 8 qram oksigen də mola çevirsək 32 qram oksigen əgər 1 moldursa, 8-i 32-yə bölsək, bu da 0,25 mol eləyir. Burada yerinə qoysaq 0,25 bölünsün, bizə həcmi verib 0,5. Zaman da görsün qrafikdə 50. Yəni, buradan hesablasaq 0,25 bölünsün 0,5 bölünsün 50. Cavab eləyir 0,1. Bu olur, deməli, oksigenə görə sürət. Bizdən hidrogenə görə sürəti istəyir. Hidrogenə görə sürət də əmsalı 2 dəfə çox olduğuna görə, əgər oksigenə görə 0,1-dirsə, hidrogenə görə də 0,2 olur. Növbəti suala baxaq. Propanın tam yanma reaksiyasının oksigenə görə sürəti. Propanın yanma reaksiyasını yazırıq. C3H8 üstəgəl O2, CO2 plus su. Deməli, əmsallaşdırsaq burada 3, 4, 5 bu şəkildə. Deməli, oksigenə görə sürət 1,5 olarsa, propana görə və karbon qazına görə sürəti istəyir. Bu şəkildə tapa bilərsiniz tənasüb quraraq. Deməli, oksigenə görə 1,5 olarsa, propana görə nə qədərdir bilmirəm. Oksigen əmsalı 5 olanda propan 1 olub ki, buradan da hesablayıb tapırıq ki, propana görə olacaq 0,3. Karbon qazına görə istəyəndə, karbon qazına görə bilmirəm. Yəni ki, belə baxsaq, 1,5 olanda oksigenə görə sürət bilmirəm. Amma oksigenin molu 5 olanda karbon 3 olub. Buradan da deməli, bərabər olacaq 0,9-a karbon qazının miqdarı, yəni sürəti. Daha sonra 6-cı suala baxırıq. Sistemdə tarazlıq halında olan bütün maddələrin molekul sayı eynidir. Reaksiyanın tarazı. Deməli, reaksiyamızı burada yazırıq. Başlanğıc qatılıq, sərf olunan qatılıq və tarazlıq qatılıq. Bizə deyir, tarazlıq halında bütün maddələrin molekul sayı eynidir. Onda bunu da A götürürəm, bunu da A, bunu da A. Tarazlıq halında. Və reaksiyanın tarazlıq sabiti 2,5 olarsa, tarazlıq sabiti bərabərdir. Sürətdə məhsulun tarazlıq qatılığına, əmsalını qüvvət şəklində. Məxrəcdə isə başlanğıc maddələrin tarazlıq qatılığı yenə də əmsalını qüvvət şəklində yazıb bir-birinə vururuq. Buradan deməli ixtisar gedir. 2,5 A bərabər 1-ə. 1-i də 2,5-ə böləndə bərabər olur 0,4-ə. Deməli, burada bizdə A 0,4-ə bərabərdir. Qeyd eləyək, hamısını A götürdüyümüzə görə 0,4, 0,4. Daha sonra bizdən istəyir oksigenin və CO-nun başlanğıc qatılığını. Deməli, məhsulun başlanğıc qatılığı və sərf olunanı olmur. Amma deməli, məhsulun tarazlıq qatılığına görə, yəni alınan miqdarına görə başlanğıc maddələrin sərf olunan miqdarını tapa bilərik. Baxırıq ki, CO2 2 mol alınanda CO nə qədər sərf olunub? 2 mol. Onda CO2 0,4 olanda nə qədər sərf olunacaq? 0,4 sərf olunacaq. 0,4 olacaq. Onda başlanğıc qatılıqda sərf olunan qatılıqla tarazlıq qatılığının cəminə bərabər olduğuna görə CO-nun başlanğıc qatılığı 0,8-ə bərabər olur.
Daha sonra deməli oksigenin tapırıq. Deməli CO2 2 mol alınanda oksigen 1 sərf olunub, 0,4 alınanda da 0,2 sərf olunacaq. Onda bunun da başlanğıc qatılığı bərabər olacaq 0,6-ya. Yəni cavablar uyğun olaraq 0,6 birincinin cavabı, ikinci də 0,8. Digər suala baxaq. Metanın tam yanma reaksiyasının baş verdiği qabın həcmi 4 dəfə azaldıqda metanın yanma reaksiyasını yazırıq. CH4O2 CO2 H2O əmsallaşdırırıq. Qabın həcmini 4 dəfə azaltmaq, təzyiqi 4 dəfə artırmaq deməkdir. Çünki həcmlə təzyiq tərs mütənasib asılıdır. Sürət necə dəyişər? Təzyiqi biz dedik ki, təzyiqi artırmaq deyəndə və yaxud da azaltmaq, reaksiya daxil olan maddələrin əmsallarına baxırıq, amma qaz halında olmalıdır mütləq. İndi burada deməli təzyiq 4 dəfə artıranda V bərabərdir. Yazıram 4. Üstü azaltsa desəydi təzyiqi, onda 1/4 yazırıq. Yəni kəsirlə yazırıq azalma olanda. İndi burada həcm azalıb deyə təzyiq artdı. 4 dəfə artanda 4. Reaksiya daxil olan qazların mol sayını bu 1, bu da 2, 3. 4 üstü 3-də deməli 64 dəfə artar. Burada sürət birinci cavabda 64 dəfə artar. İkincidə nə soruşur? Və temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, reaksiyanın sürəti dəyişməsin. Reaksiyanın sürətinin temperatur əmsalı 2. Yəni ki, sürət dəyişməsin, yəni olduğu kimi qalsın, yəni sürət bərabər olsun 64-də, temperatur əmsalı da 2. Temperaturu necə dəyişməyə lazımdır? Yəni 2-nin üstü neçə 64 eləyir? 2-nin üstü 6. O da gərək biz onu 60 dərəcə götürək ki, 10-a böləndə 60, 10-a böləndə 6 eləyir. 2-nin üstü də 6, 64-də bərabər olur. Yəni bir də deyirəm, burada deyir ki, temperaturu neçə dərəcə azaltmaq lazımdır ki, sürət dəyişməsin. Biz sürəti 64 tapmışdıq. Yəni 64 dəfə artmışdı sürət və artım deyəndə deməli düsturumuz budur ki, VT2 bərabər VT1 qamma üstü T2 minus T1 bölü 10. Dəfə artırmaq, azaltmaq deyəndə elə həmin sürəti VT2 bölü VT1-in yerinə həmin biz miqdarı yazırıq. Bizə də qammanı özü yazıb burada 2-dir. Və temperaturu neçə dərəcə azaltmaq lazımdır. Yəni T2 minus T1-in yerinə biz 60 yazdıq. Çünki 2-nin üstü neçə 64 eləyir? 6. Və onda T2 minus T1 bölünsün 10 neçəyə bərabərdir? 6-ya. Buradan da T2 minus T1 bərabər 60. Yəni temperaturu 60 dərəcə azaltmaq lazımdır ki, sürət 64 dəfə artmış olsun burada. 8-ci suala baxırıq. Reaksiyasının tarazlıq sabiti 0,25-ə bərabərdir. Qapalı qabda reaksiyanın 4 mol H yod götürmüşdür. Neçə faizi var? Tarazlıq deməli. Reaksiyamızı yazırıq. H yod, H2, yod 2, başlanğıc qatılıq, sərf olunan qatılıq, tarazlıq qatılıq. Tarazlıq qapalı 4 mol H yod götürülmüşdür. 4 mol götürüb. Bunlar məhsul olduğuna görə başlanğıcı sərfi yoxdur. Neçə faizi? Deməli, burada görürsünüz, sərf olunanlar haqqında heç bir məlumat yoxdur. Ona görə, əgər sərf olunan tarazlıq sabiti məsələləridirsə, sərf olunan haqqında heç bir məlumat yoxdursa, onda sərf olunanı əmsalı qədər götürürsünüz. Yəni, H-yod 2A qədər sərf olunub, onda tarazlıqda nə qədər qalıb? Yəni, 4 minus 2A qədər qalıb. Əgər bu 2A sərf olunubsa, onda bunlar da A qədər alınıb. Və bizə deyir ki, tarazlıq sabiti 0,25-ə bərabərdir. 0,25 bərabərdir. Sürətdə məhsulun tarazlıq qatılığı əmsal qüvvət şəklində, bunların əmsalları 1-dir. Məxrəcdə isə deməli başlanğıc maddənin qatılığını yazırıq. Yenə əmsalı qüvvət şəklində. Burada da görürsünüz, deməli biz burada nə edirik? Bunu A-nın kvadratı kimi yazsaq, bunu A kvadratı kimi yazsaq, bunu 0,5-in kvadratı kimi yazsaq, buradan kvadratlar getsə, 0,5 bərabər A bölünsün 4 minus 2A, 0,5-i 4-ə vuranda 2 minus A bərabər A-ya
Deməli, buradan da 2A bərabər 2-yə, A bərabər 1-ə. Biz A-nı tapdıq 1 və bizə deyir ki, qapağı 4 mol H-yodun neçə faizi parçalandıqda, tarazlıq parçalandıq, yəni sərf olunduqda. Sərf olunanı da biz 2A götürmüşdük. Bunda A-nı da 1-ə vuranda eləyir 2A, faizlə hesablasaq o da 50% eləyir. Yəni 4 götürmüşük, amma 2 mol sərf olunub, bu da 50% eləyir. Daha sonra və tarazlıq halında qabda neçə qram maddə olar? Tarazlıq halında deməli A-nı 1-ə vurduq, 2-ni 1-ə vurduq, A-nı 1 tapmışıq. Çünki 2, 4-dən 2 çıxanda 2 mol H-yod var. Yəni 2 vurulsun H-yod 128-ə, üstə gəlsin. A mol hidrogen var, yəni 1-i vuranda 2-yə 2, üstə gəlsin. 1 molda yod 2 var, 127-dən 2-yə 254. Bunun da hesablasaq, deməli 2 vurulsun 128, üstə gəl 2, üstə gəl 254, 512 qram maddə var, deməli tarazlıq halında. Tarazlıq halında, yəni bu son bunların alınan miqdarları və başlanğıc maddənin artıq qalan miqdarı olur. Keçirik 9-cu sual. Deməli, tənli üzrə baş verən reaksiyanın sürəti 0,2-dir. Əgər temperatur 30 saniyə, deməli, əgər 30 saniyə üzərində A maddəsinin qatılığı 25% azalarsa, deməli, buradan V bərabər C bölü T düsturundan C-ni tapsaq, V-ni T-yə vururuq. 0,2-ni 30-a vuranda eləyir 0,6. 30 saniyə ərzində qatılığı 25% azalıb. Yəni 0,6 bizdə 25%-dir. Çünki əvvəlki bizdən soruşur başlanğıc qatılığını, A maddəsinin başlanğıc qatılığını. Başlanğıcda zamanı verməyib, yəni 30 saniyə ərzində qatılıq 25% azalıb, yəni 0,6 mol bölü litr azalıb. Bu da 25% deməkdir. 25% azalıb. Biz də tapdıq ki, bu nə qədərdir? Qatılıq 0,6. İlkini soruşduğuna görə ilkində də 100-dür. Onda 0,6-nı 100-ə vurub 25-ə bölsə 2,4 eləyir A maddəsinin başlanğıc qatılığı, yəni birinci. Daha sonra həcmi 2 litr olan V bərabər 2 litr qabda 30 saniyə, T bərabər 30 saniyə neçə mol C maddəsi alındığını istəyir. Bizə buradan həmçinin lazımdır sürət və bizə də deyir ki, reaksiyanın sürəti 0,2-dir. Buradan da sürət düsturunda V bərabərdir. Nü bölünsün, V vurulsun, T düsturuna əsasən 0,2 bərabər nü bilmirik, həcm 2, zaman da 30. Bu da eləyəcək, deməli, 1,2, yəni 0,2-ni 2-yə vururuq, 30-a vururuq, 1,2-yə bərabərdir. Daha sonra 10-cu suala baxırıq. Deməli, verilmiş reaksiyanın sürət sabitinə bərabər olduğu anda SO2-nin qatılığı O2-nin qatılığından 8 dəfə çoxdur. SO2-nin və O2-nin həmin an üçün qatılığını hesablayın. Deməli, bizə deyirdi, reaksiyanın kinetik tənliyi yazsaq ümumiyyətlə bu reaksiya üçün V bərabər K vurulsun SO2-nin kvadratı, oksigenin, yəni ki, kinetik tənliyi yazanda V bərabər sürət bərabər K, burada sürət sabitidir və kinetik tənliyi yazanda yalnız reaksiyadakı başlanğıc maddələrə baxırıq. Qatılığını təbii ki yazanda SO2-nin qatılığı əmsal qüvvət şəklində, oksigenin qatılığı əmsal qüvvət şəklində. Bizə deyir ki, reaksiyanın sürətinin reaksiyanın sürət sabitinə bərabər olduğu anda, yəni ya V bərabər V yazıram, ya da K bərabər K, ikisi də onsuz da bərabərdir. SO2-nin qatılığını O2 qatılığına 8 dəfə çox. SO2-nin qatılığını 8x yazsam, oksigeni x təbii ki əmsalı qüvvət şəklində. Buradan V-lər ixtisar gedir. 1 bərabərdir 64 x-in kubu. X-in kubunu tapsaq 1 bölü 64. Bu da deməli 4də 1 eləyir. X-i 4də 1 tapdıq. SO2-nin qatılığı 8x idi. 8-i də 1 bölü 4-ə vuranda 2-yə bərabər eləyir. Oksigenin qatılığı x idi. O da elə 1 bölü 4, yəni 0,25.